Elhamdülillahi Rabbil alemin. Allahümme subhaneke la ilme lena illa ma allamtana. İnneke entel alimul hakim. Allahümme salli ve sellim ala nebine Muhammed ve sahbihi ecma'in emma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. İlk növbədə qardaşı təbrik edirəm və Allahdan istəyirəm ki, qardaşım və ümumiyyətlə bütün müsəlmanların övladlarını salih övladlarına eləsin. Və həmçinin o övladlarına eləsin ki, yəni onun həm özünə, həm ailəsinə xeyir versin bu dünyada və axirətdə və valideynlərinin gözünün nur eləsin. Və sonra xatırladım ki, qardaşlar, Allah Taala insanları ibadət etmək üçün xəlq edib. Yəni, boş yerə xəlq eləməyib. Allah Taala xəlq edib ki, onlar, qulları ona ibadət etsin. Və şək yoxdur ki, bu hədəfdir, bu dünyada yaradılış məqsədidir ki, Allah Taala deyir ki, "Mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları yaratdım ki, mənə ibadət etsinlər. Yəni ibadət böyük hədəfdir. Lakin kim ki ibadət eləmir, kim ki Allaha boyun əymir, kim ki təkəbbürdür, yəni bu Allaha nankorluqdur. Elə bir Allah Taala səni xəlq eləyib, Allah Taala sənə ruzi verir, yedirdir, içirdir, səni yaşadır, övlad verir, lakin sən Allaha şükür eləmirsən. Yəni ona görə bu biraz Allahın nankorluq sayılır. İnsan gərək mütləq boyun əysin Allaha. Ona görə bu dünyada ən xoşbəxt insan Allaha boyun əyəndir. Yəni Allaha itaət edəndir, Allaha ibadət edəndir. Yəni ibadət deyəndə ibadət məfhumu tək namazdan getmir söhbət. Məsələn, namaz qılmalısan və s. Yox, ibadət məfhumu böyükdür. İnsan Allahı tanımalıdır, Allaha qarşı çıxmamalıdır, Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkib, yəni uzaq olmalıdır. Misal üçün, Allah Taala deyəndə ki, misal üçün, oğurluq eləməməlidir, içki içməməlidir, yaxşılıq elə, valideynlərə bax. Bunlar hamısı Allahın əmrləridir. İnsan gərək Allah Taala'nın əmrlərini oxuyub, laqeyd yanaşmasın, yəni yuxarıdan aşağı baxmasın, yüngül baxmasın. Allah Taala elə belə demir qullarına ki, filan şey elə, sən eləmirsən, filan şey eləməsən, eləyirsən. Bunun aqibəti var. Vallahi heç vaxt günah edənlə günah etməyən bir ola bilməz. Yəni, ona görə deyiblər ki, Allah Taala özü xəbər verir ki, hər şeyin cəzası var, mükafatı. Yaxşılıq əməl edəcəksənsə, ibadət edəcəksənsə, Allah Taala vəd verib ki, onun mükafatını alacaqsan. Pislik edəcəksənsə, günah edəcəksənsə, öləndən sonra Allah Taala onun cəzasını verəcək sənə. Ona görə heç nə elə belə xəlq olunmuyub. Yəni, heç nə elə belə deyil. Yəni, adi hər bir şeyin yaradılışında məqsəd var. Hər bir şeyin düzəlişində məqsəd var. İnsanın da yaradılışında məqsəd Allah Taala ibadət eləməkdir. Allahın məhəbbətini qazanmaqdır. Görürsən, çox təəssüflər olsun indiki insanlar Allahın məhəbbətindən qabaq başqa insanların məhəbbətini çalışır ki, əldə eləsin. Amma əslində belə deyil. Yəni, insan gərək Allahın məhəbbətini hər şeydən üstün tutar. Hər şeydən qabaqda, hər şeydən öndə tutar. Yəni, insan misal üçün Allah Taala bir şey əmr edirsə, əgər Allah Taala'nın əmrlərini etmək Allahın məhəbbətini qazanmaq üçün ən böyük səbəbdir. Və görürsən, insan kimdənsə deyir ki, mən bunu etsəm, filan kəs mənə necə baxar, mən bunu etsəm, mənə nə deyərlər, mən bunu etsəm, məni qınayarlar. Amma halbuki bilmir ki, Allah Taala'nın əmrini etməməklə Allahın gözündə pis olur. Ona görə insan ən birinci Allahın yanında yaxşı olmalıdır. Misal üçün, biz deyəndə ki, filan kəs yaxşı adamdır, filan kəs pis adamdır. Necə ölçürük filan kəsin yaxşı pis olması? Allah yanında yaxşı olsan, sən yaxşı insansan. Allah yanında pis olsa, sən pis. Vallahi bütün insanlar sənə desə ki, sən yaxşı olansan, hörmətlisən. Amma Allah yanında pissənsə, sən pissən. Yəni, o qiyamət günü sənə fayda verməyəcək. Onların sənə yaxşısan deməyi fayda verməyəcək. Və ya misal üçün, Allah yanında yaxşısansa, bütün insanlar pisləsə səni. Hamı gəlib sənə deyir ki, filan kəsdən, buna bax, bu saqqal saxlayıb, ibadətdir, axmaqdır, filan sözlər. Vallahi sən Allahın yanında yaxşı olsan, qiyamət gün sənin üstünlüyündür. Ona görə biz çalışmamalıyıq ki, kiminsə yanında yaxşı olaq, kiminsə hörmətini qazanaq. Yəni, biz çalışmalıyıq ki, necə eləyək ki, bizi yaradan Allah, Rəbbimiz bizdən razı qalsın. Yaradan Allah bizi sevsin, yaradan Allah. Çünki vallahi bax, insana övlad verən Allahdır. İnsanı sıhhətini, ömrünü verən Allahdır. Yaşadan Allahdır, ruzunu verən Allahdır. Hər bir şey, bütün dünyayı idarə edən Allahdır. Yəni, sən bu Allaha ibadət etmirsənsə, bir növ təkəbbürlü insansan. Və bəzən görsən, insan deyir ki, mən namaz qılsam
mənə cürbəcür adlar verərlər. Mən falan əməl etsəm, mənə cürbəcür adlar verərlər. Halbuki bilmir ki, qorxmur ki, bəs namaz qılmasan, Allah yanında pis olacaqsan axı. Ona görə insan namaz qılmamaqla, əməlləri ibadət eləməməklə bir növ özünü yüklüyür, pis hala salır. Yəni, qiyamət günü soruşur. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurub ki, qiyamət günü insandan ilk soruşulan əməl namaz olacaq. Əgər namazı olsa, sonradan o birisi əməlləri soruşulacaq. Yəni, əgər namazı olmasa, artıq vəziyyəti ağır olacaq onun. Ona görə namaz qılmaq, bəziləri başqa bir, bəziləri idman kimi baxır. Gün ərzində idman edirəm, deyir. Otururam, qalxıram, ruhuma qidadır və s. Sağlamlıq, sıhhətimə yaxşıdır. Bəziləri adət kimi qılır. Bəziləri deyir, gözümü açandan görmüşəm ki, atam anam namaz qılır, adət halıdır, qılır. Amma əslində belə olmamalıdır. Sənin bu əmələ tərpədən, hərəkətə gətirən Allahın əmridir deyə sən eləməlisən. Baxın, mən misal deyim sizə, bəziləri deyir ki, mən deyir, artıq dahi siqaret çəkməyi tərk etmişəm. Soruşursan, niyə? Yazığın pulu yoxdur almağa, tərk edib. Pulu olsa alacaqdır. Ona görə sən bunu tərk etməyəvə səbəb Allah haram edib deyə etməməlisən. Misal üçün, sən nəyisə eləmirsənsə, niyə eləmirsən? Oruç tutur Ramazan ayında. Deyir ki, sağlamlığa xeyirdir. Bu olmaz, belə olmaz. Oruç tutursansa, Allah əmr edib deyə tut. Allahın əmrini icra edirsə, ona görə tut. Başqa şeylə görə yox. Misal üçün, namaz qılırsansa, Allahın əmridir deyə qıl. Yəni, bu əməli səndən çıxardan Allah rizası olmalıdır. Allah üçün. Başqa şey heç nə. Hətta sən, misal üçün, Allah üçün həcc eləməsən, bütün ibadətlər belə. Misal üçün, həcc eləmək, həccə getmək. Həccə getmək İslamın rükunlarındandır, 5 rükunlarından sonuncusudur. Və həcc hər bir müsəlmana imkanı olan daxilində gedib həcc eləməlidir. Lakin bu həcc edir, həccin əhkamlarını bilmir, gedir ziyarət edir orada. Ticarət edir, alver edir, gəlir, ad qazanır. Bu savab qazanır, qazanmır. Savab qazanmır. Ona görə mütləq və mütləq insan ixlaslı olmalı, Allah üçün eləməlidir. Yəni, səni əmələ doğduran şey Allahın rizası olmalıdır, Allahın məhəbbəti, Allahın əmridir deyə eləyirəm. Həcdir, Allah əmr edir, həcc elə. Orucdur, Allah əmr edib deyə tuturam. Allah təala deyir, eləmə, eləmirəm. Kiminsə rizası, kiminsə yanında yaxşı olmaq üçün. Bəziləri deyir ki, mən siqaret çəkmirəm ki, içki içmirəm ki, filan kəs mənə pis baxar. Onların gözündə yaxşı qalmaq üçün bu əməlləri eləmirəm. Bu olmaz, belə olmaz. Allahın gözündə, Allah Taala cəzalandırar səni. Yəni, insan buna görə tərk eləməlidir. Ona görə hər şeydən böyük Allahdır. Allahdır əmr edən, Allahdır və qadağan edən. Ona görə insan buna fikir verməlidir. Bu çox mühüm məqamdır ki, insanı əməl etdirməyə doğduran Allahın istəyi olmalıdır. Yəni, Allahın məhəbbəti olmalıdır, Allahın rizası olmalıdır. Və sonra insan qardaşlar daim çalışmalıdır ki, bu dünyada özünə aid olan şeylərlə məşğul olsun. Bax, misal üçün, valideynə yaxşılıq etsin, ata-anasına hörmət etsin, qayğısına qalxsın. İslamda ən böyük əməllərdən biri övladın valideyninə qayğı göstərməsidir. Yəni, Allahın vəsiyyətidir bu, hamımıza. Baxın, Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَوَصَّيْنَا الْاِنْسَانَ بِوَالِدَيْهِ اِحْسَانَ Biz insana, ata-anası ilə gözəl davranmağı nəsiyyət etdik. Vəsiyyət edib Allah Teala. Yəni, bu Allahın vəsiyyətidir sənə. Hər birimizə ki, biz atamızla, anamızla gözəl davranaq. Başqa şeyə görə yox. Nəyəsə görə? Allahın vəsiyyətidir. Ona görə insan ata, ana, o övlada qarşı, ata da anadır, nəsə bir xoşa gəlməyən bir şey etsə, bir söz desə, yəni sən ona cavab qaytarmamışdan qabaq fikirləş. Cavab qaytarmamışdan qabaq fikirləş ki, Allah Teala sənə ana və atavı vəsiyyət edib. Ki, onun qayğısına qalasan, onunla gözəl rəftar edəsən. Yəni, hirslənməmişdən qabaq, yəni ana atanın üzünə ağ olmamışdan qabaq fikirləşməlisən ki, Allah Teala icazə verməyib sənə. Onlara qarşı pis danışmağa, pis rəftara, pis davranışa verməyib icazə. Ona görə bu səni saxlamalıdır. Ki, yəni səni saxlamağa səbəb Allahın əmridir. Ona görə, yəni insan valideyninin, kimin ki valideynləri sağdır, anası xüsusən. Nə gör anası? Çünki Allah Teala deyir ki, həmələthu ummuhu kurhan və vədəəthu kurha. Biz insana valideyninlə gözəl davranmağı nəsiyyət etdik. Anası onu əziyyətlə daşımış və əziyyətlə doğmuşdu. Alimlər deyirlər ki, Allah Teala atadan qabaq ananı
qeyd elədi, ananı. Çünki ananın haqqı daha böyükdür. Bir növ. Yəni, atanın haqqını azaltmamaq şərti ilə ananın haqqını biraz üstün eləyirsən. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem gəlib soruşurlar ki, Peyğəmbərimizdən mən ən çox kimə yaxşılıq edim? Deyir, anana. Deyir, sonra kimə? Deyir, anana. Deyir, sonra kimə? Deyir, anana. Deyir, sonra kimə? Deyir, atana. Dördüncü. Yəni, dördüncündə deyir, ata var. Yəni, ananın haqqı çox böyükdür. Ona görə bir insan gəlir İbn Abbasın yanına, Peyğəmbərin əmsi oğlunun yanına, deyir ki, ey İbn Abbas deyir, bir qadın dedim ki, gəl evlənək, məndən razılaşmadı. Və başqası gəldi, dedi, gəl evlənək, razılaşdı. Onunla evləndi. Mən də deyir ki, qısqandım, öldürdüm onu. Qısqandım, öldürdüm. Mənim üzərimə tövbə varmı? Tövbə eləsəm Allah mənə bağışlayarmı? İbn Abbas deyir ki, ona, anan sağdır, anan. Anasının sağlığını soruşur. Deyir, yox, ölüb. Deyir ki, onda ki, tövbə elə, salih əməllər çoxal, Allahdan bağışlanmaq istər, Allah səni bağışlayar. Və kişi çıxıb gedir. Və kişi çıxıb gedəndən sonra tələbələrdən gəlib soruşur ki, İbn Abbasdan deyir, ey İbn Abbas, niyə deyir, onun anasının sağlığını soruşdu, niyə? Deyir ki, vallah deyir, Allah and olsun ki, deyir, mən Allah valideynə edilən yaxşılıqdan Allaha daha yaxın olan ikinci əməl tanımıram. Yəni, bu onu göstərir ki, valideynə edilən yaxşılıq Allah yanında ən böyük əməllərdəndir. Yəni, ona görə o qardaşlar ki, o insanlar ki, valideynin üzünə ağ olur. Allah qorusun, söyənlər var, vuranlar var, pis rəftar edənlər var. Bu müsibətdir. Allah Teala deyir ki, valideynin razılığı, Allahın razılığı valideynin razılığındadır. Allahın qəzəbi valideynin qəzəbindədir. Yəni, valideyn qəzəbləndirmək olmaz. Qorxmalısan ki, Allah Taalanın qəzəbi tutar sənə. Ona görə, bax, bu mühüm nəsiyyətdir ki, hər bir ilk növbədə özümə nəsiyyət edirəm ki, yəni, kimin valideynləri sağdır, yəni, onlarla möhkəm yapışmaq lazımdır, yəni, möhkəm, yəni, ünsiyyətdə olmaq lazımdır, yəni, onların qayğısına qalmaq lazımdır ki, Allah Taalanın məhəbbətini əldə edəyək. Və sonra, ümumiyyətlə, yəni, insan çalışmalıdır ki, Allahın məhəbbətini əldə eləsin. Yəni, Allahın sevgisini qazansın. Allahı nə razı salır, o əməllər etsin. Yəni, günah etməklə Allahdan uzaqlaşır insan. Bax, nə qədər günah edəcəksən, bir o qədər uzaqlaşacaqsan Allahdan. Və nə qədər salih əməllər, yaxşılıq edəcəksən, bir o qədər yaxın olacaqsan Allaha. Və Allaha yaxın olandan sonra qul. Allah Taala qoruyur o insanı. Yəni, kim Allaha yaxındır, sevimlisidir, qoruyur onu Allah Taala. Bütün bəlalardan, fitnədən, şərdən, hər bir şeydən Allah Taala öz qulunu qorumaq çox asandır. Ona görə, yəni, səni Allahdan başqa heç kim qoruya bilməz həyatda. Əgər Allah Taala sənə bir şeyi etmək istəsə, heç kim qarşısını ala bilməz onu. Heç kim. Və misal üçün, Allah Taala sənə yaxşılıq etmək istəsə, o yaxşılığı heç kim pisliyə çevirə bilməz. Ona görə, bu çox mühümdür. Yəni, bu xatırlamalar daim olunur ki, yəni, insan oyaq olsun ki, yəni, Allaha qarşı çıxmasın. Və xüsusən də sonra nəsiyyətlərdən, qardaşlar, insan gərək təklikdə qalanda, təklikdə Allahla səmimi olsun. Yəni, insan, belə deyək, var aşkarda, cəmaatın içərisində, var təklikdə Allahla rabitə, müamilə. Və görürsən, insanlar, biz, bəzilərimiz cəmaat içərisində yaxşıyıq. Misal üçün, sigaret çəkən qardaş, cəmaat içərisində çəkməyəcək, ayıbdır axı. Nə deyərlər adama? Gör, ayıbdır, çəkmir. Amma təklikdə qalanda çəkir. Və misal üçün, cəmaat namazına gəlməyən insan məcbur qalıb qardaş çağırır, gedir. Amma özündən olsaydı, gedməyəcəkdi. Və ya misal üçün, söyən adam. Cəmaat içərisində söymür, qardaşların yanında. Təklikdə qalanda söyür. Yəni, insan təklikdə qalanda, xəlvətdə gərək sadiq olsun, səmimi olsun Allahla. Ki, insanlar olmasa da Allah Taala görür səni, Allah Taala eşidir səni, Allah Taala hər şeyə qadirdir. Yəni, Allah Taala görməyi, eşitməyi, bilməsi bəs etməlidir sənə. Ona görə insan unutmamalıdır ki, onu cənnətə salan, insanı cənnətə salan, qardaşlar, onun etiqadıdır. İnsanı cənnətə salan etiqadıdır. Xüsusən etiqadı və sonra əməllər səbəbdir. Yəni, etiqad möhkəm olandan sonra, hətta yeri cəhənnəm olsa da, sonda Allah Taala onun o sağlam etiqadına görə, təvhidinə görə cənnət eləyir. Misal üçün, insan qəlbində
Allahdan başqasını saxlamamalıdır. Bax, misal üçün, nəsə istəyir? Övlad istəyirsən. Gedib daşdan, ağacdan, qəbirdən istəməməlisən. Övladı verəndən istəməlisən, Allahdan. Yəni, hər şeyi insana verən Allahdır bu həyatda. Ruzini verən Allahdır. Nəsə istəsən, gedib başqasına, ya imam, ey peyğəmbər, ey filan kəs deyib istəmək olmaz. Bu çox müsibətdir, həqiqətən. Ona görə kim ki yaradır, gərək ondan istəyəsən, Allahdan istəyəsən. Kim ki ruzi verir, gərək ondan istəyəsən. Yəni, insan tək Allahdan istəsə, tək Allaha ibadət etsə, bu həqiqi xoşbəxt insandır həyatda. Amma kim ki qəlbində hərdən daşdan istəyir, hərdən pirlərdən istəyir, hərdən... Bu çox müsibətdir. Yəni, insan görürsən, gedib, bəzilərimiz gedib qəbirdən istəyirik. Ölüb, gedib, qəbirdən istəyirik. Ona görə bu olmaz belə. Yəni, insan baxmalıdır, ağıllı olmalıdır ki, yəni, var yaradılan, var yaradan. Yaradandan istəmək lazım, Allahdan. Var Allah, var məxluq. Məxluqlar acizdir. Yəni, heç kim sənə övlad verməyə qadir deyil. Heç kim sənə ruzi verməyə qadir deyil. Ruzi verən, övlad verən Allahdır. Ona görə insan gərək tək Allahdan istəsin. Yalvaranda tək Allaha yalvarsın. Nəsə çətinliyi olanda Allahdan istəsin ki, Allah Taala bunun çətinliyini aradan qaldırsın. Və bu, qısa qardaş nəsiyyət idi. Yəni, ilk növbədə özümə, yəni sonra hər birinizə və Allahdan istəyirəm ki, yenə sonda, yəni, qardaşın övladını, yəni salih övladlardan etsin. Allah Taala atasından, valideynlərinə razı olsun ki, belə məclisi təşkil etməyə şərait yaradıblar. Həmçinin Allahdan istəyirəm ki, bizim hər birimizi sabit etsin. Bu qədər qardaşlar. İxlasla.com saytı tərəfindən təqdim olundu.